Ladies and gentlemen var. İşlədiyim suallar rahat verdilər. Mən də getdim olimpiyada sualı gətirdim işləməyə. Deməli, şəkildəki ABC üçbucağında AD AC-yə bərabərdir. AD haradır? Qırmızıya keçək. AD buradır. AC-yə bərabərdir. Bura bərabərdir. Bura bərabəri yanında BAC-nə də 100 veribdir. Deməli, bura 100 yazsam, bu buna bərabər olduğu üçün gəlin bura bir B deyək. Burada B olacaq. Onda bura bərabər yanlı üçbucaqdır. 40-40 dedim buralara. Sonra nədir? AB CD-yə bərabərdir. AB buradır. CD də CD budur. Gəlin bura bir A deyim bu kiçik hissəyə. Baxın, bura bərabər olduğuna görə burada A plus B deyəcəm. Sonra nə deyir? BCD-ni tapın deyir. Bucaq BCD. Hardadır? Bu bucağı soruşur. Bu alfa bucağını soruşur. Burada beta deyək. Bura 40 dərəcədir. Nə edirəm? Gətirirəm buradan A-ya bir dənə paralel çəkirəm. Birləşdirirəm, paraleloqram əmələ gəlir. Paraleloqram əmələ gələndən sonra nə edirəm? Gətirirəm, bir dənə də buradan bura düz xətt çəkirəm. Nə əmələ gəlir? Deməli, bura A plus B-dirsə, burada A plus B olacaq. Çünki bundan bu paraleldir. Bu deməli, baxın, bu üçbucaq bərabər yanlı üçbucaqdır. Bu üçbucaq bərabər yanlı üçbucaqdırsa, bu üçbucaqda bərabər yanlı olmalıdır. Çünki bu buna paraleldir. Bunlar oxşar üçbucaqlar əmələ gətirir. Deməli, bu da bərabər yanlıdır. Bu bərabər yanlıdırsa, bura B qalacaq, bura A qalacaq. Bu B-yə bərabər olmalıdır. Sonra mən nəyi tapıram? Bura BB olandan sonra bura 40-dırsa, bura 70 düşəcək. Bura 30 dərəcə düşəcək. Bura 30 dərəcə düşsə, bura A-dır. Əla. İndi neyniyək? Bu sualın əslində həndəsə ilə də həlli var. Mən trigonometriya ilə işləyəcəm. Çünki həndəsə ilə həlli çox yerdə var. Baxmayaraq ki, bizim olimpiyadaya düşmüş sualdır. Türk müəllimlərdə də görmüşdüm bunun həllini. Sinuslar teoremini eləsək, hansı üçbucağa? Baxın, bu üçbucağa birinci sinuslar teoremi edirəm. O üçbucağa sinuslar teoremi eləsəm, betanın qarşısında A plus B durur. A plus B bölünsün sinus beta sonra alfanın qarşısında A durursa A bölünsün sinus alfa. Bu dursun bir qıraqda. Əvvəlcə başqa bir şey almalıyıq. Onu almağı unutdum. Deməli, bu üçbucağa baxın. Birinci bu üçbucaqdan sinuslarına bir bərabərliyə alacaq. Bu üçbucaqda 30-un qarşısı bu A-dır. A bölünsün sinus 30. 30, 40, bura 70 dərəcə qalır da. Çünki bura 140 dərəcədir ümumi. Mən bura 140 yazmalıyım. Paraleloqram da deyə bura 140 dərəcədir. Betanı sinus 70-ə böləndə bu bizə sinuslar teoremini vermiş olur. Bir dənə də burada sinuslar aldım. Burada sinuslar alandan sonra mən tapıram ki 2A bərabərdir B bölünsün sinus 70-ə. Çünki sinus 30-un qiyməti 2-də 1-dir. 2-də 1 tərsinə dönür. 2 A-ya vurulur. Olur 2A bərabər sinus 70.
B də bərabər olur 2A sinus 70-ə. Bu burada dursun, bizə lazım olacaq buranı alandan sonra. Deməli, burada nə alırıq? Burada çarpaz vururuq. A sinus alfa üstə gəl B sinus alfa bərabərdir A sinus beta. A sinus betanı bu tərəfə keçirsəm, yox, A sinus alfanı bu tərəfə keçirək. Burada B sinus alfa qalsın. Bərabərdir. A sinus alfanı bu tərəfə keçirirəm. A-nı da mötərizənin xaricinə çıxardıram. Sinus beta çıxılsın. Sinus alfa qalır. Sinus beta çıxılsın. Sinus alfanı mən fərqin hasilə çevirmə düsturu ilə çevirsəm, B sinus alfa bərabər olur A 2 sinus kosinus beta üstə gəl alfa bölü 2 vurulsun sinus beta çıx alfa bölü 2. Belə. Sonra nə edirəm? Bunu tapıram, bunu bu üç bucaqdan bilirəm ki, alfa plus beta 40-a bərabərdir. Çünki bu 140-dırsa, üç bucağın bucaqlarının cəmi 180-də, alfa plus beta 40-a bərabər olur. Deməli, bu B sinus alfa bərabərdir 2, 2-ni keçirdim A-nın yanına, 2A kosinus 40 bölü 2 20 verir. Kosinus 20. Sinus beta çıx alfa bölü 2. B sinus alfa bərabərdir 2A. Bunu çevirmə düsturu ilə çevirsəm, kosinus 20 sinus 70-ə bərabərdir. Sinus 70 sinus beta çıx alfa bölü 2. İndi baxın, burada bayaq nə almışdıq? Mən 2A sinus 70-i B-yə bərabər almışdım bayaq buradan. Onda burada gətirib yerinə B-ni qoysam, B sinus alfa bərabərdir 2A sinus 70 sinus beta çıx alfa bölü 2 desəm, burada B-ni yerinə qoymadım, unutdum. B sinus beta çıx alfa bölü 2 desəm, B-ni ixtisar apara bilərəm, onsuz B tərəfdir, sıfırdan fərqlidir. Sinus alfanı bərabər edirəm sinus beta çıx alfa bölü 2-yə. Bunlar da iti bucaqlar olduqları üçün eyni rübdədirlər onsuz. Yəni, mən alfanı bərabər eləsəm beta çıx alfa bölü 2-yə, mənim üçün heç bir problem yaşanmır burada. 2 alfa bərabərdir beta çıx alfa, beta çıx alfa, beta bərabərdir 3 alfaya. Beta 3 alfaya bərabərsə, bayaq burada da yerinə qoyduğumuz kimi, harada qoyduq, burada qoyduq da yerinə. Beta plus alfanın 40 dərəcə olduğunu bilirəm. Beta üstə gəl alfa bərabərdirsə 40-a, 4 alfa bərabərdir 40-a, alfa bərabərdir 10-a. Alfa bucağını 10-a bərabər tapdım. Bizdən də elə alfa bucağını soruşurdu burada. Cavab 10 dərəcə. Sağ olun, salamat qalın. Çətin sualda işləyə bilirik. Prosta Harvard'ın, Oxford'un imtahanına düşən suallar o tipdə suallar deyə onları paylaşıram mən.